Azərbaycan Arazın o tayından qaçqın axınına hazırdırmı? Brüsseldə yaşayan Təbrizli yazar Ümid Necari bildirir ki, İrana mümkün müdaxilədə ən çox təsirlənəcək qruplardan biri elə etnik Azərbaycanlılar ola bilər. O bildirir ki, əsas gözləntiləri ən azından humanitar dəstək, diplomatik təşəbbüslər və beynəlxalq platformalarda səslərinin eşidilməsidir. Ümid Necari deyir ki, xüsusilə də 2-ci Qarabağ müharibəsindən sonra İrandakı Azərbaycanlıların Azərbaycan Respublikasından gözləntiləri xeyli artıb. Bu müharibə Azərbaycan dövlətinin siyasi iradəsi, hərbi gücü və regional aktor kimi rolunu da açıq şəkildə ortaya qoydu. Bu da güneyli soydaşlarımızın Azərbaycan dövləti bizi tək buraxmaz düşüncəsini gücləndirdi. Bu sırada ciddi savaş baş verərsə, Azərbaycan dövlətindən humanitar yardım, o cümlədən tibbi məsələlər və ərzaq məsələlərinin dəstəyi və həmçinin də savaş baş verəndə təbii ki, insanların, Güney Azərbaycanlıların axınını nəzərə alsaq, qapıların açılması və ya hansısa bufer zona nəzərdə tutulması təbii ki, məqsədə uyğun olar. Mətbuat yazır ki, Türkiyə artıq bu məsələdə hazırlıqlara başlayıb. Türkiyə mediasında gedən məlumatlara görə ölkənin Xarici İşlər Nazirliyi hər bir vəziyyətə A, B, C planlarına hazırlıq görürlər. Miqrasiya halında gələnlərin İran tərəfində qalmasını təmin etmək üçün bufer zonasına ehtiyac olduğunu deyiblər. Bəs Bakı üçün real seçimlər nələrdir? Buna Azərbaycanın Xarici İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmadı. Deputat Fazil Mustafa bildirir ki, söhbət insan taleyindən gedir. Xüsusən də etnik Azərbaycanlılardan gedirsə, mütləq ki, tədbirlər görülməlidir və bu tədbirlər Türkiyə ilə koordinasiyalı edilməlidir. Bunun həm də o formada edilməsi vacibdir ki, bu Azərbaycan dövləti üçün Azərbaycanın müəyyən dərəcədə təhlükəsizlik maraqlarına zidd ola biləcək mahiyyətdə təhlükə yaratmasıdır. Bizim həm də ümidimiz onadır ki, İran rəhbərliyi özü daxildə müəyyən islahatları həyata keçirməklə bu müdaxiləyə müəyyən dərəcədə imkan yaratmayacaqdır və islahatlar yolu ilə cəmiyyətdə sabitliyi bərpa eləyəcək. Amma bütün hallarda buradan qaçqın kütləsinin yayılması və çıxış yolu olaraq daha çox Azərbaycan və Türkiyə üz tutması gözləniləndə və bu təhlükə, bu risk var. Bütün hallarda hər bir dövlət buna hazırlığını mütləq gerçəkləşdirməlidir və belə bir hal olarsa artıq onda bu qərarların tətbiqi artıq dəqiq üzə çıxacaqdır. Azərbaycan hökuməti hələ ki bu məsələ ilə bağlı mövqeyini açıqlamayıb. Artan inflyasiya və milli valyutanın kəskin ucuzlaşmasına qarşı İranda etirazlar dekabrın sonundan başlayıb. Etirazçılara qarşı kütləvi zorakılıqlar edildiyi bildirilir və həmin vaxtdan bəri təsdiqlənən ölü sayı 6000-i keçib.